Qızlar, bu günləri nəhayət o gün gəlib çatdı. Mən bu paltaryanın yerini dəyişirəm. Yerinə isə qabyan gəlir, bəli. Çünki mən işə gedirəm, işdən gələndə yorğun oluram. Bizim evdə qırğın düşür ki, ortalığı çox batırırsınız falan, bəs müçon deyə deyinirəm. Gördüm ki, eşkimdən mənə kömək gələn deyil, ona görə də elə dedim, qoy qabyan alım. Kredit götürmüşdüm, bilirsiniz, 3000 manat. 2000-də burnumu düzəltdirdim. Həm səfərini, həm estetikini elədim. Qaldı 1000 manat. Düz 1000 manat almadım, baha almışam. Amma üstünə də biraz əlavə maaşdan qoymuşam. Biraz da nə bilim, ümumi kreditdən götürmüşəm. Evin təmiri üçün kredit götürmüşdük onsuz da. Ondan qoymuşam. İnşallah yavaş-yavaş ödəyəcəm deyə ümid edirəm. Gəncədə indi sizə qabyanın yerini göstərim. Paltar yuvanın daha doğrusu. Mənə ümumiyyətlə məntiqli gəlmir də bu paltar yuvanın şeydə olmalı. Nədir adı? Kuxnada olmalı. Düzdür, məndən olsa balkona qoyaram. Yəni balkon mənə daha rahat gəlir. Bu balkonda yerimiz yoxdur. O şkafda deyirəm şeyi boşaltmışıq. Qladovkanın torun otağındadır. Burada bu dəqiqə vəziyyət gül. Yəni heç sevmədiyim vəziyyətdir. Amma nə etmək olar? Əlbəttə ki, düzələcək. Bu xanımı yığıb yığışdıracaq inşallah. Yoldaşım söz verib ki, bu günləri gələndən sonra işdən mütləq bunu açacaq, söküb balacalaşdıracaq və qoyacaq harasa bir qladovkalardan birinə. Əslində baxın, buranın da şkafını düzəltmişik. Yəni qapı qoymuşuq da bura. Prosta mən bilmirəm ki, bu evi necə rigorovka eləyim ki, burada əşya qoymağa yer çox olsun da. Yəni baxın, buranın içində əslində şkafda yer çoxdur. Amma mənim bankalarım çoxdur da. Mən evi köhnə arvadların yeni versiyasıyam. Turşu-murşu tuturam da. Düzdür, hər dəfə görəndə yoldaşım deyir, bu boş işlərlə az məşğul ol falan, bəsməkən. Sonra yeyəndə düzdür, boş iş olmadığım başa düşür. Amma mən tutanda deyinir. Yəni. Neysə, baxıram ki, burada neysə rigorovka eləyə bilsəm, əgər düz qoşu eləyə bilsəm, bura qoyacam o artıq əşyaları. Sonra bir də nə deyim, bu bizim kuxna mebelimizi görürsünüz də. Kuxna mebelimizin yuxarısı belə azdır. Ən yuxarısı da heç demək olar ki, yox kimmiş. Çünki ora mən mebel yığdırsam belə, o mebelin içindən gedək, o deşə-deşə geçsin də oturub. O da mənə sərf eləmir. Deyirəm, neyirəm, 3000 manat verib mebel yığdıracam. Mebelin yuxarısı elə yalandan o turbaya görə boş qalacaq. O pişim vəziyyət nədən danışırdımsa. Bizim kuxna mebeli balacadır. Yəni o nətərdə eləsən, böyle geniş bir şey eləmək olmur da. İndi qabyan da gəldiyinə görə qabların hamısını buraya yığacam. Burada deməli qoyacaq paltar yuvanı. Görürsünüz də bizdə burada ikinci tualet deyə bir yer var idi. Biz o tualeti ləğv eləmişdik çoxdandan. Bunun içərisindəkiləri bayaq torun otağına gördünüz. Bura qoyacaq əgər alınsa paltar yuvanın yeri. Bura əvvəl ünvanlikin yeri olubdur. Bu xanım da mənim cəhizimdir. Prosta yazığın svarka yerindən sınıbdır. Düşüb qalıb. Prosta mamam sağ olsun. Yəni cehiz aldığına görə mən cehizlərimi atmağı qıymıram. 100 neçə manatda hal-hazırda qiyməti fikirləşirəm ki, atmaq da mənasızdır. Ona görə düzəldəcəyik, yəqin ki, istifadə edəcəyik. Belə, obşum, düzəlsin, gəlsin ustalar, quraşdırsınlar. Göstərim, görün necədir. Hər ikisinin yerində oranı dostlar anlayacağım. Sərqəli olsun deyə. Və torun otağında düz qoş eləyim. Videonu mütləq axıra qədər izləyin. Yeniliklərdən xəbərdar olun. Gündə yağış yağır. Bezmişəm da yağışda. Mənzərəmiz görürsün necə gözəldir. İnsan istəyir ki, ancaq evdə otursun, mənzərə izləsin. Neysə, böyle kreditlərimi qutarım. İnşallah yaxşı olacaq hər şey. Bu mənim cehizlik döşəyimdir, görürsünüz də. İndi matras olduğuna görə taxtımızın üstü, o döşək yetim qalıb orada. Televizyonda öyrənəyəm hər şey. Yumurra, hələ yox. Yumurra, səliqəylə. Dərs televizyonda öyrənəyəm. Hədə yaxşı. İngilis dilində televizyonda öyrənəyəm. Evdə uşağı işlətmək yaxşı şeydir. İndidən öyrənsin ki, böyüyəndə iş tapşıranda sifət eləməz. Çünki əyri elədin ona görə. Aç bir də elə. Bunu keçirəm. Xalçanın üstünü süpürdüm. İndi yığışdırıram ki, paltaryanı oradan çıxardanda oralar yəqin ki, yaş olacaq. Olmasın.
Aferin, bax, elə düppələn düzdür. Bax, qırağına bax, görsən burasından. Hə, oranı düzəld. Möhkəm sıxdan qurban. Deyəm, bir dənə birinci hissəsinə sənə kömək eləyim. Bıraq. Mən eləyəndə mənim dalımca qaçırsan ki, ana ver, mən eləyim. Ona görə səni çağırmışam. Heç keyfimdən çağırmamışam. Hə, bildim necə, elə. İndi möhkəm apar. Yaxşı. Hə, apar. Ortadan. Ortadan tut. Ortadan tut. Qıraqdan niyə tutursan? Hə. Aferin sənə, qoçaq oğlansın. Belə öyrənəsən işlərini. Ay, Ev işlərini öyrənəcəm, amma sənin dediyin sözləri öyrənməyəcəm. Mənim dediyim sözlər nədir ki? Yəni, dərs öyrənmək. Dərs öyrənmək istəmirsən. Dərs öyrənməyi şeydə deyə bilərəm. Televizorda deyə bilərəm özü. Mən də onu təkrar edə bilərəm. Şeydə, İngilis dilində deyə bilərəm, mən də onu deyə bilərəm. Dur qız indi onu. Dur qızım. Hə. Aferin, dur qız. Bak, O, qoçaq oğlan. kömək edəmə. Nə kömək eləmirsən də elə hər şeyə kömək istəyirsən. Mən səndən kömək istəyirəm hər şeyə. Ay, sağ ol. Götürmə. Hara aparmaq fikrin var? Apara bilərsən? Hə. Yaxşı, apar. Qoçaqsan sən. Başaramayacağım. Başarırsan. Ehtiyatlı ol. Gəl ağır desən, ver mən aparım. Versən? Götürmək Hə, bırak. götürüyorum. Bırak. Bak, buraya koyacaksın, Bura qoymayacağım. Otağa qoyacağım hələlik. Yoxdur. Ara, bura qoyum ki, yaxın olsun da. Sonra təzədən bunu şey eləmək var axı. Marketdən corab almışıq. Bunun dibinə bax. Corabın burası çıxıb. Niyə bilmirəm. Tapana buyurun. Bu otağı yığışdırmışam. Ay bala, gələr burnuma deyə. Yaxşı adım ha. Yaxşı. Nəysə. O ustamız gəlsin. Daha yenə sizə video paylaşacağım. Gözləyin. Videonun sonuna qədər izləyin. Arxası nə gündədir orada. Bu kuxna mebelinin aşağısını sökmək olar ümumiyyətlə. Aşağısında bu taxtalar var. Bunu çıxardardıq. Açıq qalardı aşağısı. Təmizləyək. Bir dəqiqə mən iş görürüm bala. Buranı təmizləyim. Özün nə eləyəcəksən ki? Yerimi təmizlədim. Bu xanım da çöldə. İndi yerinə başqası gəlir. Bizim kapıyamız çakalan bir şey yok. Zaten bunları koyalım üstüne. Şunun yanına koy. O siz doşup təhlil verirsiniz. Hə, gözəl. Zamanı yazın. Doşup. Botu hardadır onun? Arkasında. Üst tarafı. Geç belə. Bağlandı. Bağlandı da. Tamam. Yola bir dənə branşını getməyə var. Bağlan. Ha, götürdüm. Oldu. Peki. Nereye sıkmak lazım? Sıxarım. Ha, hadi. Ben bunu saklan. Gel buradan sık buradan. Müayinə danışır, biz tərbiyə danışır. Siz hardasınız özünüz? Ola bilər. Mən gecə gözdən qohum olmuşuq biz. Füzuldən dostumuz, tanışımız çox. Baxdınız bazı, tam xoşumuza gəldi.
Paltaryan çünkü sıxır, abrotla fırlanır. Amma bunlarda olmur. Biraz da seyir basma olur. Yox, abi, o 60 qadan alın. Bu standartda hamısı belədir, ha? Sən suyu açdın burada. Yox, dəymir. Su da almamıştım sonra. Standart qabyanların hamısı 60 olsun. Sizin də meyvə buradan burası ya 50-dir ya 55-dir. 5 santim qədər çıxır qabağa. Bu sizin zəmanətdir. Sizin gərək yoxdur. Hardasa bunun üstündə bir yerdə olur. Bunu tam dəyişdirir. Onun için Şey eləmək istəyirsiniz, aktivləşdirmək istəyirsiniz? yox, yox. Sadəcə bunları çıxardın içindən. Çalış qaldırsaydı. Bu buharla buradan olur. Hə, belə. Necə burada, gəl bax. Görürəm. Çox odası. Nə sifariş vermişsiniz, kodla gətirmişəm. Ambardan gəldi də keçin göstərdi düz. Videosunu attım da sizə. Ha. Sizlə danışırdıq. Bəli. Çox sağ olun. Hə, qaşıqları yuyacaq olur, orada yuyacaq. Allah Şey xeyirli qaldı uğur verəsin. Çox mübarək. Çox sağ olun. Bunu aktivləşdirmək nə tər? O İnternetdə baxacağam, baxacağam heç. Tam bilmirəm. Onu YouTube-da baxsaz belə. Buradan deyəsən proqramı seçirsən, amma tam bilmirik də biz. Hə. Ona görə müştərilərə də aparanda müştərilər baxır elə oradan Buxarı vurmağına hardadır? Buxarı hardan vurur o? buxarı özü yuğa yağdırır səhv etmirəm. Hə, bütün yumalarda Bütün vurur. yumalarda buxarı Hə. var. Bəli. Bir dəqiqə nədir? Araşdıraram özüm. 2 saat 1 dəqiqə. 2 də 3 də istifadə elədiniz biləsiniz. Hə. 3 saat. Wi-Fi ilə də var, 2 yaxşı. saat. Hə, Wi-Fi qoşulma da var. Eko nədir? 3 saat. Turbo rejimi də var. 2 saat. Prosta burada bunun mayesi axıra kimi həmişə qalmalıdır da. Tam dolmalıdır mayesi. Birində Mayesi? olanda siqnal verir. Hə, maya tökürsən. Bəs şey qoymuram ora. Burada Ha, qabı. ora başqa şey qoyuram, ora Ora başqa şey. tabletka qoyursan, bəli. Onu girərsiniz internetə, Ha. boş. Şu yeri aldı. Bunun nəyə? O da bir Çöl rezbi olmalı. Hə, çöl arko kramponlar 5 10 yaxşısını alarsan 5 manat. Qəşəngini alarsan, suyunu da suyun bağlayırsan, işlədərsən. Allah. Siz de aklımda kalır. Vəziyyət deyilsin. Aslında ben videomu çekmiyorum. Her zaman videomu. Çəkirəm toru. Kesmeyin. Tata verəcəm. Ben başka bir şey yapmıyorum. Onun o hissəsini çıxarda bilirsiniz. Hə. Onu mən çıxarda bilmirəm ki, yuyum onu mən. Nədir? Ebruqda içini şlanqın suyu da. Onların altı olmur, hə elə? Sıçanın altına çıxar xəli. Masarək. O qatdiyarın tökülməz. Ebruq ilə anatomunu silərəm. Abi tabanı burası sıxıram. Sən onsa bu işləyərsən. Bunu Buradan. da mən çeyrə falan baxsın. Əli suya qoysun. Tutun gözdən qurban mən bura. Siyasət qoyur, amma yaxşı mı? Yaxşı. Bu yazıq 7 ildir oradan çıxmadığına görə bu gündədir. Silirdim. Prosto vəziyyət budur. İndi bunu yuyacağam. Bəli, video çəkirəm. Görə buranı nə vaxt da yığışdırıb qutararıq. Dostlar. Sən əziyyət çəkmə. Sən get yazığı yaz. Dostlar zət demə, lazım deyil. Yəni ciddi yaxşı. Dostlar, indi burası çok dağınıqdır. İndi onu anam işləyəcək, mən də dağınıqaydı. Mən də təmizləyəcəm, ikimiz də təmizləyəcəyik. Başladık. Gəldim. Nədir? Qışqaları var bunun içinə. Nədir? Yalnız aşağı. O pislərə çəkəcəm. Kaçıda bu? Geç. O yazı şükür deyil, yoxdur.
Sırası. Asıl sana ne verirsin? Aynen tamam özüm atladım. Sen de başka iş gör. Geç. Geç. Ay Ben götürüyor tarafı tarafı atan yandan sonra bunu bir geçiren Adam aldı. kimi? Ay açtı. He? Dediğinden şöyle onu düzeltmeliydi. Eğer səhvləmirsə. Sonra hamama qoyaq, burada yeri hamamdır. Sen de bunu niye yapıyorsun? Gereksiz eşyayı niye buraya koymuşsunuz? Gereksiz. 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 Ver bana. Onu da ver, o da şunuydu. Ben çektim. Bu vaxtı sən çıxart, gücü kimi keçmişdim o tərəfə. Ora qoymağı təmizləyəcəm. Sən bilmən işin olmaz. Ora sən get çıxart, qalardı. Mən onu biri boşaldacağım. Nasıl olsun? Sonra burada bırakalım. Allah'ım ne kadar sesli var. Mən o vaxtı bunu niyə aldım mən bilmirəm də. Bu mənim nəyimə lazım deyil. Əlavədən pul getdi hamısına. Boş əşyalardır hamısı. O kadar eşya koymuşsan çekeceksin. Bir boy ver. Paltar yığır. Güya yığır onun ikisini paltar. Ay doğrudan hiç. Buraya yumuşkalar bu. Ay baba bir yumuşkadır. Bu bıraksın değil bu. Bıraktı. Bebesi yemin bıraktırsın. Sen yumuşkaları bir götür Torbu. O birislerle işin olmasın. Yaxşı. Kolunu da atalım. Ha, at o yumuşkaların sonra kapağının arkasını düzelt. Aşağıda da o. Arkası var da. Aa, bunun altında da. Hı. Kuşların altında da. Şöyle buradan alalım. Evet. Bu yıkmıştım ya. Direkt attım yere. Bak. Yaxşı yedim. Qoy. Qoy otağı şkafda da olsun. Güzel. Bu kırıkları yığaq, ataq mı Ama yoxsa? bunun batarikası Hı. ona benziyor. Hı. Okey. Ya bu kırıkları hələlik bu qabda saxlayaq. Sonra mı ataq? Ben çok kararsız oldum. Ben kaldım kararsız. Kararsız. Babama da. Mesele nədir? Mesele odur ki, bu dəqiqə bunu qoymağa yerimiz yoxdur. Ən ki, ən ki.
şeydir bu. Bunu özümə saxlayacağım. Ne yaşıyorsun ki? Buna bir şey yapmasın. Ne? Özümə bak hər gün içərisine yeməyə qoyacağım. Baxcama məktəbimə gedəndə yeyəcəm. Bahçeye koy, meştebe koymak için şey koyacağım da sana. Sumkava koyacağım onu. Mən ona görə deyəm. Onu istəmirəm, mən bunu istəyirəm. Nə qoyasın, nə yeməyə? Buna koyalım. Ha, buna qoyaq, bunu yox. Bir akar onun beslenme çantanı olsun sana. Sənə çəkdən. Yemelerli yıllarım onu. Ama da şkafın kralına koydu, sergenine taş ediyorum. Koydum da O şkaftı o, doğru. Kravatı üstüne niye attın? Koy şkafın kralına, sergenine bir yerde kalsın. Sərgəylə boya qoymalısın. Koy Hala yarısı. şıfa. Mən özüm biyəməyə qoyacağım. Özüm hansı seçim seçəcəm. Koy bu. Işığı bu. Sən də bu eşyanı Bu qoyursan ev ya. bildiğin. Hə? O ne de? Ona koy bakalım ama. Yazımsız eşyanı niyə buraya qoyumsan? Sən deyəndə işığı qoymalı. Ay dostlar. Tamam, Azerbaycan klub manavına gidiyor. Buraya qoyum lan hə? Ha, koy. Bu kadar sultan ben neyim? Babamın bu kadar sunkası bu var. Olmaz. Lazımdır mı görəsən bu sunkalar? Yox, yazım deyil ki. Tərcümə etmiş deyir doğru. Onlar neyirsən? Atıyam hazır qalsın. Atıyam qalsın. Bir de bazarı da yani buna yanmalıları. Bak, yüzünü bastır, tamam, sunka. Evet, çok şükür. Biz umumiyetle dolu. Normal şeyle değil. Neyini yeməyi? Normal bırakıyor bu arada. Açın. Atma kalsın öyle. Bunlar bırak yani. Bu cöretini sıkardırır. Aha. Diyoruz. De facto. Diyuze, diyuze, diyuze. Bu bak göreceğiz. Şeyden almışım. Çuçuçu. Ekmişe de yedi. Gürcistan doğrusu. Bunlar da yakış. Çuçuva, çuçuva, çuçuva. Ben bunu yaparım. Ana, ben böyle yapayım. Sen yapayım. Bunayım, yapıyorsa yapayım. Hadi giden. Yiyorum. Yapatapam. Bilemiyorum. Bebişim, bebişim. Hadi yaşlını da al. Kesti. Ama maşının qabağındakı qapı oxşuyur. Qapı oxşuyur bu. Şükür olsun. Bağlı batıp eləsində bunda var. Eləmə, onsuz da səs başıma düşür. Sən də biraz daha əlavə səs çıxartma. Bunların ayaq oyuncadır. Git tualetə. Qımda çək. Ayaq oymaya verəcəm də. Tostlar nə dillərdir Ay, baba, xaxaydı? sən git tualet belə də sənə nə aydaq olub? Onu niyə qoymuşsun ki oraya? Qoymuşam, belə qoymuşam yeri. Tostlar indi xayal olacaq. Özün deyərsən ki, onu düzəltməni deyirmiş. Özün qoymazsın da. Sən nə vaxtın toz soğan düzəltmirsən ki, səndən də iş istəyirəm. Hə?
da mı koyayım? Yok, değil. Koyacağım. Tamam koyacağım. Aslında bu bagaja oxşur. Bu aslında kaputa oxşan bagaja oxşur. Şimdi bagajda çoxu veşmiş qoyacaqsan qaydadığı yerə. Bagajı bağlayın ki, sən aç, veşmiş qoyanda açsın. Bağlayın bagajı. Veşmiş tadı. Didə. Ağolunda bagajı açsın. Açtım bagajı, iş koy. Ben de bu işleri ediyorum. Bu da. Sen yesen su bağlamamışsan. Yesen su bağlamamışsan. Yoklar. Tuvaleti şey için de. Direkt yoklar. Aslında ben senden danışmıyorum. Bunu danışan saçını niye bağlamamışsan? Ondan sonra. Böyle saçını öyle bir şey bağladım. Saçını bağlattım. Haydi bakayım, haydi bakayım, yanımda düşersin mi? Şarabın yanında Yoklar çok memnun. Hiçbir şey olmaz. Que força é essa? Que força é essa? O kadar büyük, bak büyük bir verdim bu. İçini böyle boyadım bütün şeyler. Hanginin üstünü yapacağım? Hanginin üstünü yapacağım? Hanginin üstünü yapacağım? Hanginin
Ben soyadımda değil. Mami sen ne? Hiç adını etsemedim. Tatsoy Toğlu. Adım dedim Tatsoy Toğlu. Ben yazdım ki Taca Şahlıcaydı. Sonra qabağında yazdım Taca Şahlıcaydı. Adımda dedi sonra ben de dedim ki neydi o? Sen atsamayalım dedin. Familiyamı dedim. Sonra iki Taca Şahlıcaydı. Sonra Tatsoy Toğlu. Onda yazdı qabağına. Aha bir daha da hərf mənim hərfimdir. Onun arxasına yazmışdı. Yazdım getəcəm. Mənə bax, mənə deyiblər ki, Toğrula öyrət. Birinci himnimizi sonra nədə dağılır? Prezidentimiz kimdir? Prezidentimiz kimdir bilirsən? İlham Əliyev. Oy, sənə qurban olum, da hatırlamırsan. Sonra himnimiz dedik, neydi? Bayrağımızda neçə rengi var? 3. Hansı renklərdir? Mavi, qırmızı, yaşıl. O sizə bu qurban olum. Hardan bilirsən sən bunları? Mənə öyrədi də. Oy, sağ olsun mənim. Bu havayı bir master değil bəlkə bax. Master öyle. Sonra başqa nə bilirsən? Becərim hələ. Bir də o Ədinən Tofiya. Soruşum deyirsən. 2 də benzetimiz var. Onu yedim əlimdə. 2 dənə idi, kim idi? Amma ikisini də deyib bizə. Gündüzdə kimdir də? Benzetimizi dedim ama o senin adını değildi. Prosta o biraz yazmak zorunda. Sen insan benzetiminin dersi var. İki de benzetimiz var bizim. Onun adını ben de benzeteyim de. Bunu al, quşqa var içinə. Apol, elə demədim. Valla mən də elə ata bilərdim. Dedim yəni, apar qoy. Ben de isteydim. Ben neyliyim ben neyliyim Tavan sandı tavan. Bak ben danıştığıma bak. Nerede de danışır sence? Bilmem. Ona göre sen ben dediği yerimi öğrençim, ben sen dediği yerimi öğrendim. Başqa sorun mənim. Sənin dediklərini də öyrənənəm. Başqa nə istəyirsən? Dedim mənə. Yandım ha. Qışqırma, niyə qışqırırsan? Yandım ha. Yandım ha sen. Nə yandın ya? Bakın Cahit bakacağım. Eğer yanılmışsansa səhv eləmişsən. Yancısan. Ama yancı olmasın yok. Yancı değilsən. Nə qədər sevinç. Dağıtma. Ərzində qoy. Dəymə. Ərzində qoy heç olmasa. Arkadaşım məqalı qol kapatsın. Babalar yandım ha. Eləmə. Aç qapısını qoparsın. Ben de yazdığıma bak. Sonra bu gören olduğum bu. Bunlar da nənəm yığıb bloka. Video bir qıraqda qalsın. Valla məndə də ki, 5 saat bir qıraqda qalsın. Yemeğin iyisi sıfır habiye. 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 Yemeğin iyisi habiye sıfır
istemiyorum. Ben isterim ki sadece onun üstüne böyle böyle. Nasıl olmuş böyle mi? Böyle bir yanı kendime yetti. Böyle. Nasıl yapsam böyle yapsam. Hemen olmuş. Ay ben biliyorum. Bahçeyi nasıl yapacağımı. Ben biliyorum nasıl yapacağımı. Ödümü çiftlik yapacağım. Ödümü çiftlik yapacağım. Ödümü çiftlik yapacağım. İstersen oyna, ister ocakta oyna, istersen ben yemek yapayım. Anne benim yeşilim kestikten beni kes, benim kestiğimi. Ondan sonra diyor ki ben keseceğim. Sonra keseceğim. Annem. Yok keseceğim bu ama ben düşünüyorum. Ne kadar varmış sen. Şimdi akrabalayalım. Olur. Bak biraz göze basın burada. Göze basın. Basırsan. Göz altına. Yazma ha. Sür bastır bastır. Ne istiyorsun? Doğru, burada bak artık etsin kalmadı ha. Bir de o paltarlarda cevablarda da yazım. Olacak rezervini tek göçme. Geçti. Köçedim. Buranı yığışdıraq biraz. Torul. Gəl bu maykaları götür, mən ayırıram, gətir şkafa at. İdman eğilmem. Ben gelmeyeceğim. Gəl. İdman eğilmem. Gəl hər öz paltarını götürsün buradan. Xahiş edirəm. Ben özüm patayımı Ben Dayan, patayımı. tələsmə. Hə. Ben patayımı Hadi verdim. götür. Şkafı var, hamısının şkafı var. Ben patayımı verdim. Nə verim? Gəlin görmək istəyirəm. Patayımı verdim. Ben patayımı